Son vaxtlar internetdə gördüyümüz hər fotoya inanmaq çətinləşir. Çünki süni intellekt elə şəkillər yaradır ki, bəzən onu real foto ilə ayırmaq mümkün olmur. Bəlkə sən də qarşılaşmısan. Sosial şəbəkədə bir şəkil görürsən, inanılmaz qəza görüntüsü yayılıb və ya tamamilə saxta bir insanın fotosu paylaşılır. İnsan ilk baxışda bu fotonu real hesab edir, amma sonradan məlum olur ki, bu foto süni intellektlə hazırlanıb. Ən qorxulu tərəfi isə budur ki, hal texnologiyası günü-gündən inkişaf eləyir və artıq saxta şəkillər təkcə əyləncə üçün yox, insanları aldatmaq üçün də istifadə olunur. Bu videoda isə danışacağımız məsələ bunlardır. Süni intellektlə hazırlanmış fotoları necə tanımaq olar? Hansı detallara diqqət etməliyik? Və gələcəkdə internet süni intellektlə birgə nə qədər təhlükəli ola bilər? Əvvəlcə gəlin bir şey başa düşək. Süni intellekt fotoları necə hazırlayır? Hal minlərlə, hətta milyonlarla real şəkillər baxaraq öyrənir. Sonra isə həmin məlumatlardan istifadə edib sıfırdan yeni görüntü yaradır. Yəni əslində ortada kamera ilə çəkilmiş real hadisə olmur. Sadəcə kompüter real görünən görüntü düzəldir. Bir neçə il əvvəl al şəkilləri çox zəif idi. Üzlər qəribə görünürdü, əllər səhv olurdu, gözlər qorxulu çıxırdı. Amma indi vəziyyət dəyişib. Artıq bəzi süni intellekt şəkilləri o qədər inkişaf edib ki, insanlar bunu xəbərlərdə paylaşır. Bəs belə şəkilləri necə tanıyaq? Birinci ən məşhur detal əllərdir. Süni intellekt uzun müddət əlləri düzgün yarada bilmirdi. Bəzən 6 barmaq olur. Barmaqlar bir-birinə qarışır. Əl anatomiyası pozulurdu. İndi sistemlər yaxşılaşsa da yenə də bir çox saxta şəkillərdə əllərdə qəribəlik görmək mümkündür. Ona görə də şübhəli şəkildə baxılacaq ilk yer əllərdir. İkinci detal gözlər və üz simmetriyası. Bəzən süni intellekt üzü həddindən artıq mükəmməl edir. Gözlər qeyri-təbii parlayır. Üz emosiyası robot kimi hiss olunur. İnsan beyni bunu tam anlamasa da qəribə hiss eləyir. Üçüncü vacib detal arxa fondur. Hal əsas obyektə fokuslandığı üçün arxa planda səhvlər eləyə bilir. Məsələn, divarlar əyilmiş görünür, yazılar anlaşılmaz olur, obyektlər bir-birinə qarışır. İnsanın arxasındakı əşyalar deformasiya olur. Xüsusilə yazılara diqqət etmək lazımdır. Süni intellekt əsasən də Azərbaycan dilində mətnlərdə səhvlər eləyə bilir. Dördüncü detal isə işıq və kölgədir. Real fotolarda işıq mənbəyi adətən məntiqli olur, amma al şəkillərində kölgələr fərqli istiqamətdə düşə bilir. Üzə düşən işıq qəribə görünə bilər. Obyektlərin parlaqlığı uyğun gəlməyə bilər. Bu da saxta görüntünü ortaya çıxara bilər. İndi isə ən təhlükəli hissəyə gələk. Deepfake. Bu texnologiya vasitəsilə insanların üzünü başqa videolara yerləşdirmək mümkündür. Yəni kimsə sənin heç etmədiyin bir şeyi etmiş kimi göstərə bilər. Bu texnologiya məşhurları, siyasətçiləri, hətta adi insanları belə hədəf ala bilər və gələcəkdə bunun daha çox yayılacağı ehtimal olunur. Bəzi mütəxəssislər bildirirlər ki, gələcəkdə internetdə gördüyümüz görüntülərin böyük hissəsi hal tərəfindən hazırlanacaq. Bu isə çox ciddi problem yaradır. Çünki insanlar saxta xəbərlərə, manipulyasiya edilmiş şəkillərə, yalan məlumatlara inanmağa başlayır. Artıq bəzi ölkələrdə seçki dövründə süni intellekt ilə hazırlanmış saxta görüntülər yayılıb. Bəzi insanlar isə sosial şəbəkələrdə realda olmayan saxta influencerlər yaradaraq pul qazanmağa başlayır. Bəs bütün bunlardan özümüzü necə qoruyaq? Birinci və ən əsas məqam hər gördüyün şəklə inanmaq. İkinci isə mənbəni yoxla. Şəkli və ya videonu paylaşan səhifə etibarlıdırmı? Üçüncü isə videonun başında qeyd etdiyim detallara diqqət et. Əl, göz, kölgə, yazı və arxa fon. Dördüncü məqam. Əgər görüntü həddindən artıq şok edicidirsə, diqqətli ol. Çünki saxta xəbərlər ən çox emosiyalar üzərindən yayılır. Və ən vacibi, texnologiya nə qədər inkişaf edərsə, insanlar da onunla paralel şəkildə diqqətli olmalıdır. Texnologiya inkişaf etdikcə insanların diqqətli olması daha da vacib olacaq. Çünki gələcəkdə problem artıq süni intellekt şəkil yarada bilir, olmayacaq. Əsl problem real ilə saxtanı necə ayıracaq sual olacaq. Səncə gələcəkdə internetdə gördüyümüz şeylərə etibar etmək mümkün olacaqmı? Yoxsa süni intellekt hər şey dəyişəcək? Fikirlərini şərhdə bizimlə bölüş. Gəldik videonun sonuna. Videonu bəyəndinizsə bəyənməyi və gələn videolardan da xəbərdar olmaq istəyirsinizsə aşağıdan kanala abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər. Növbəti videolarda görüşənədək.